Bəli, torpaqlarımız işğaldan azad olunduqdan sonra təqvimimizdə əlamətdar günlərin sayı da art-ba-art çoxalmaqdadır və bu gün həmin əlamətdar günlərdən birini yaşayırıq. Belə ki, azad ərazilərimizdə ilk dəfə olaraq qəbul imtahanları keçirilir və hazırda biz azad torpaqlarımızda ilk fəaliyyətə başlayan ali təhsil müəssisəsi Qarabağ Universitetinin qarşısındayıq. Bugün burada Xankəndi, Xocalı, Ağdərə, Şuşa, Laçın, Füzuli, Cəbrayıl və Zəngilanda məskunlaşmış belə deyək, abituriyentlər qəbul imtahanında iştirak edirlər və bu ilk olaraq tariximizə düşdü və bayaq sadaladığım yaşayış məntəqələrimizdə fəaliyyətdə olan orta ümumi təhsil məktəblərində abituriyent adını qazanmış 51 abituriyent bugün Qarabağ Universitetində imtahan verirlər. Artıq imtahanın başa çatmasına demək olar ki, bir saatdan da az vaxt qalır və bütün abituriyentlər qeydiyyatdan keçdikdən sonra imtahan otaqlarına yönləndirildi və bildirmək istəyirəm ki, imtahan otaqları sadəcə 4-dür və Dövlət İmtahan Mərkəzi tərəfindən ümumilikdə 7 bir imtahan rəhbəri, 6 isə imtahan nəzarətçisi ayrılıb və bugün 51 abituriyent 2-ci, 3-cü qrup üzrə ali təhsil müəssisələrinə imtahan verirlər və iyun ayının 1-də isə 1-ci, 4-cü qrup üzrə ümumilikdə 21 abituriyent bu imtahanlarda iştirak edəcək. Bu tarixi bir hadisədir. Bayaq qeyd etdiyim kimi Qarabağın Xankəndi şəhəri regionun təhsil mərkəzinə çevrilməklə yanaşı bugün daha bir tarixi, təhsil sahəsində tarixi bir hadisəyə imza atır və azad ərazilərimizdə ilk qəbul imtahanları keçirilir. Və biz də fürsətdən istifadə edib bu azad torpaqlarımızda qəbul imtahanları verən abituriyentlərimizin hər birinə uğurlar arzuluyuruq. Əlbəttə, buradan süjetimizdə olacaq. Xankəndi şəhərinə çatdırmaq istədiklərim bunlardan ibarətdir. Sözü yenidən sizə veririk.